Salam. Heç düşünmüsünüzmü ki, hər gün istifadə etdiyimiz telefondan tutmuş, sürdüyümüz avtomobilə qədər həyatımızı əslində kimlər idarə edir? Bunlar hökumətlər deyil, bunlar cəmi 10 nəhəng şirkətdir. Gəlin indi birlikdə baxaq görək, bu korporativ titanlar bizim dünyamızı necə formalaşdırır? Bu sualın cavabını yəqin ki, parlamentlərdə və ya prezident saraylarında axtarmaq lazım deyil. Əsl güc, əsl təsir inanın ki, artıq başqa əllərdədir. Səhər oyananda yoxladığımız telefondan tutmuş, axşam izlədiyimiz filmə qədər hər addımımıza təsir edən, bəzi ölkələrdən belə daha zəngin olan korporativ titanların əlində. Yaxşı, bəs bir şirkətin nəhəng edən sadəcə onun puludur? Trilyon dollarlıq dəyəri? Əlbəttə ki, yox. Məsələ təkcə pulda deyil. Əsl güc, bax bu slaydda gördüyünüz kimi, iqtisadiyyatın motoru olan enerjidən tutmuş, hər an cibimizdə olan texnologiyaya qədər ən həyati sahələrdə qurduqları tam hökmranlıqdan gəlir. Gəlin siyahımıza iqtisadiyyatın təməl daşları ilə başlayaq. Yəni, bütün bu müasir dünyanın demək olar ki, üzərində qurulduğu iki sahə, enerji və investisiya nəhəngləri. Baxın, bu slaydda bir-birindən fərqli, amma əslində bərabər olan iki gücü görürük. Solda Saudi Aramco var, dünyanın enerji damarlarını, yəni yanacağını əlində saxlayan fiziki bir güc. Sağda isə Warren Buffett'ın məşhur Berkshire Hathaway şirkəti, iqtisadiyyatın gedişatını öz sərmayələri ilə müəyyən edən maliyyə gücü. Yəni, biri dünyanı yanacaqla təmin edir, o biri isə pulla. İndi isə fiziki dünyadan çıxıb birbaşa rəqəmsal dünyaya keçid edirik. Danışacağımız şirkətlər artıq bizim cibimizdə, kompüterimizdə və sosial həyatımızın tam mərkəzində yaşayır. Onlar bizim onlayn varlığımızın, belə demək mümkünsə, memarlarıdır. Bu diaqram əslində rəqəmsal dünyamızın necə bölüşdürüldüyünü çox aydın şəkildə göstərir. Gəlin baxaq. Çəhrayı hissə, yəni istifadə etdiyimiz cihazlar Apple-a aiddir. Mavi hissə, yəni proqram təminatı Microsoft'undur. Sarı hissə, yəni axtardığımız bütün məlumatlar Alphabet, daha doğrusu Google-a məxsusdur. Yaşıl alış-veriş Amazonun, bənövşəyi sosial əlaqələrimiz isə Meta'nın nəzarətindədir. Sanki rəqəmsal həyatımızı öz aralarında bölüblər. Bu nəhənglərdən birincisi təbii ki, Apple-dır. Onların gücü təkcə çoxlu iPhone satmaq deyil, əsla. Əsl sir, bax bu slayddakı kimi, bütün cihazlarının, telefon, saat, kompüter bir-biri ilə mükəmməl şəkildə danışdığı qapalı bir ekosistem yaratmalarıdır. Məhz bu strategiya onları dünyanın ən dəyərli şirkətinə çevirib. Microsoft deyəndə yəqin ki, hamımızın ağlına dərhal Windows və Office gəlir. Amma bilirsiniz, onların əsl gücü artıq dəyişib. Bugün Microsoft'un dominantlığı Azure adlanan nəhəng bulut platformasından və süni intellektə yatırdıqları milyardlarla dollardan gəlir. Və gəldik Alphabetə, ya da gəlin daha çox tanıdığımız adı ilə deyək, Google-a. Onlar təkcə dünyanın məlumatını bizim üçün təşkil etmirlər. Bu nəhəng çətrin altında eyni zamanda dünyanın ən populyar mobil əməliyyat sistemi olan Android və ən böyük video platforması olan YouTube da yerləşir. Amazon deyəndə ağlımıza nə gəlir? Təbii ki, onlayn sifariş etdiyimiz o qutular. Amma bu, hekayənin sadəcə kiçik bir hissəsidir. Icebergin sadəcə görünən tərəfidir. Əsl güc suyun altında gizlənir. Amazon Web Services, yəni AWS. İnternetin çox böyük bir hissəsi, hətta Netflix kimi nəhənglər belə məhz bu serverlər üzərində işləyir. Və sosial dünyamızın şəriksiz kralı Meta. Facebook, Instagram və WhatsApp ilə milyardlarla insanın bir-biri ilə necə ünsiyyət quracağını məhz onlar qərar verir. İndi isə bütün bu sosial əlaqələri Metaverse adlandırdıqları tamamilə yeni, virtual bir dünyaya daşıyaraq gələcəyi formalaşdırmağa çalışırlar. İndiyə qədər danışdıqlarımız demək olar ki, bu günümüzü formalaşdırıb. İndi isə gəlin birbaşa gələcəyə baxaq. Bu şirkətlərin dəyəri bugünkü gəlirlərindən daha çox sabahki dünyanı inşa etmə potensiallarına görədir. Nvidia'nın hekayəsi doğrudan da inanılmaz bir transformasiyadır. Təsəvvür edin, bu timeline'da gördüyünüz kimi, onlar dünən sadəcə oyuncular üçün qrafik kartlar hazırlayırdılar. Bugün isə onların çipləri süni intellekt inqilabının yanacağıdır. ChatGPT kimi bütün böyük AI modelləri məhz Nvidia'nın gücü sayəsində işləyir. Və əlbəttə ki, Tesla. Bu siyahı onlarsız olmazdı. Onlar sadəcə yeni bir elektrikli avtomobil istehsal etmədilər. 100 illik avtomobil sənayesini kökündən silkələdilər. Elon Musk'ın vizyonu isə təkcə yollarla məhdudlaşmır. Bu, evlərimizdəki günəş panelləri və enerji saxlama sistemləri ilə bütöv bir dayanıqlı enerji ekosistem yaratmaqdır.
Siyahımızda ABŞ-dan olmayan yeganə nəhəng Tencent'dir. Onların gücünü anlamaq üçün WeChat'i düşünün. Bu, sadəcə bir mesajlaşma proqramı deyil, həm də sosial media, ödəmə sistemi, taksi sifarişi, bir sözlə. Çində həyatın özüdür. Bundan başqa, PUBG kimi oyunlarla bütün dünyanın əyləncə bazarına da hökmranlıq edirlər. Yaxşı, bu qədər nəhəng şirkətdən danışdıq. Bəs bütün bu güc, bu təsir bizim üçün, adi insanlar üçün nə deməkdir? Gəlin bir yekun vuraq. Əsas nəticə budur. Bu 10 şirkət sadəcə iqtisadiyyatın bir parçası deyil. Onlar iqtisadiyyatın öz qaydalarını yazır. Enerjidən məlumata, maliyyədən süni intellektə qədər. Gələcəyin bütün vacib açarları demək olar ki, onların əlində cəmləşib. Bu, trilyonlarla dolların miqyasını anlamaq üçün bir anlıq düşünün. Bu şirkətlərin bir çoxunun tək başına dəyəri İsveçrə və ya Argentina kimi ölkələrin bütün iqtisadiyyatından daha böyükdür. Bu, həqiqətən də tarixdə bənzəri görülməmiş bir güc mərkəzləşməsidir. Və bu təhlili sizi düşündürəcək bir sualla bitirmək istəyirəm. Dünyanın iqtisadi, texnoloji və hətta sosial taleyi cəmi 10 şirkətin direktorlar şurasında həll olunursa, bu bizim hamımızın ortaq gələcəyi üçün nə anlama gəlir? Cavab hələ ki qeyri-müəyyəndir, amma sualın özü məncə düşünməyə dəyər.